Yox, əgər bir insan yalana öyrəşibsə, bu insanı durdurmaq mümkün deyil. Niyə? Çünki bu insan həyatını adaptasiya edib ancaq yalan üzərində. Öz həyatını yalan üzərində qurub, öz işini yalan üzərində qurub, müəyyən vaxtlar başarılı olub, müəyyən vaxtlar başarılı ola bilməyib, amma yenə də çəkdiyi əziyyətlər ona dərs olmuyor. Niyə? Çünki bu artıq öz yolunu tutub. Məsələn, bir oğurluq edir, bunu həbs edirlər və daha sonra həbsdən çıxandan sonra təkrar bir də həmin işi görür. Niyə? Çünki bu artıq öyrənib, o öz yolunu özü çəkib, özü tutub. Və belə adamlar heç vaxt istəmirlər ki, üzərlərində nəzarət olsun, kimsə bunlara nəzarət eləsin, ancaq özləri öz işlərində istəyirlər ki, bacarıqlı olsunlar, amma çox təəssüflər olsun ki, yalan üzərinə qurulan heç bir iş bacarıq tələb edə bilməz. Yalan üzərinə qurulan iş heç vaxt bəhrə verə bilməz. Əksinə daha çox problemlər gətirər, insanı fəlakətlərlə üzləşdirə bilər. Ona görə də belə insanlara ya belə insanlardan uzaq durmalısan, belə insanlarla heç belə münasibət qurmamalısan, buraxmalısan həyatın gedişinə, buraxmalısan taleyin gedişinə. Yəni belə insanlar üçün mümkün deyil. Yəni belə insanlar düşünürlər ki, mən bu addımı atıb çoxlu sayda qazanc əldə edə bilərəm, amma onlar düşünmürlər ki, bu qazanc deyil. Bu heç bir halda qazanc ola bilməz. Bu onun üçün bir təhlükədir, bu onun üçün bir uçurumdur və o özünü düşünür, amma özündən sonrakıları düşünmək belə istəmir. Ki, mənim bu əməllərim mənim evladlarıma dəyə bilər, mənim ailəmə dəyə bilər, mənim yaxınlarıma dəyə bilər. Ona görə də mənim demək istədiyim odur ki, belə insanların nə qədər təlim, tərbiyə etsən də, maarifləndirsən də mümkün deyil. Bu insanların əli öyrəşib, onların beyinləri adaptasiya olunub birbaşa öz işlərinə və öz yollarını da özləri necə lazımdır çəkiblər və o yolla da düşünürlər ki, sona qədər davam edəcəklər, amma belə işlərin sonu yoxdur.